Abituriyentlər, şagirdlər və müəllimlər. Bugünkü mövzumuz dövlətlərin idarə etmə formalarıdır. Əvvəlcə baxaq görək dövlət nədir? Dövlət, müəyyən sərhəd daxilində yaşayan bir və ya bir neçə millətin yaratdığı müstəqil siyasi qurumdur. Dövlətin 3 əsas əlaməti vardır. Dövlətlər hər hansı ərazini əhatə edir. Dünyada Rusiya, Kanada, Çin, ABŞ kimi nəhəng dövlətlərlə yanaşı San Marino, Vatikan, Andorra kimi kiçik dövlətlər də mövcuddur. Bəli, sahəsinə görə dövlətlər böyük və kiçik olmaqla iki qrupa bölünür. Bilirik ki, dünyada sahəsinə görə ən böyük dövlət Rusiyada yerləşir. Yəni Rusiya dövlətidir. Daha sonra Kanada, Çin, ABŞ kimi nəhəng dövlətlərdə misal göstərmək olar. Əhali sayının az və ya çox olması dövlətin mövcudluğuna təsir yoxdur. Bəli, istər əhalisinin sayı çox olan dövlətlər var, istər əhalisinin sayının az olan dövlətlər var. Məsələn, bilirik ki, əhalisinin sayına görə Çin və Hindistan 1 milyard nəfərdən çoxdursa, ABŞ, İndoneziya, Yaponiyada 100 milyondan çoxdur. İslandiya, Monako, Cibuti dövlətlərində isə bir neçə min nəfər əhali yaşayır. Yəni, əhalinin sayının az və çox olması dövlətin mövcudluğuna heç bir təsiri yoxdur. İdarə edilməsinə görə iki yerə ayrılır: respublika və monarxiya. Əvvəlcə gəlin baxaq görək respublika idarə etmə forması necə olur. Dünyanın əksər dövlətlərində respublika idarə etmə forması mövcuddur. Belə dövlətlərdə hakimiyyət orqanları xalq tərəfindən müəyyən müddətə səs vermə yolu ilə seçilir. Yəni, bu idarə etmə forması, yəni ölkəni idarə edən başçı xalq tərəfindən müəyyən bir müddətdə səs vermə yolu ilə seçilir. Dövlətin başçısı prezident, baş nazir, kansler və s. ola bilər. Ölkənin idarə edilməsi mövcud hüquq normalarına əsaslanır. Belə ölkələrdə vətəndaşların hamı eyni hüquqlara malikdir. Azərbaycan daxil olmaqla belə dövlətlərə Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Pakistan, İsrail və s. kimi dövlətlər misal ola bilər. Hətta müstəqilliyi nisbətən gec əldə edən Latın Amerikası ölkələrindən Braziliya, Çili, Afrikada Misir, Niger, Asiya ölkələrinin əksəriyyəti də respublika idarə etmə forması hesab olunur. Lakin isə monarxiya idarə etmə forması isə respublika idarə etmə formasının tam tərsinədir. Yəni bu ölkələrin sayı da azdır. Yəni monarxiya ölkələrinin sayı respublika idarə etmə formasının ölkələrinə nisbətən daha sayı az hesab olunur. Monarxiyanın da 3 növü var. Bu hissələri oxumamışdan qabaq qeyd edeyim. Konstitusiya monarxiya, mütləq və teokratik monarxiya. Ölkəni idarə edən şəxs burada prezident deyil, burada kraldır, sultandır, kraliça, imperator, knyaz, əmir və s. ola bilər. Onların hakimiyyəti müddətsizdir, yəni irslə ötürülür, atadan oğula keçə bilir. Əksər monarxiya ölkələrində Böyük Britaniya, Norveç, İsveç, Belçika, Mərakeş, Yaponiya və s. idarəetmə qanunları parlament tərəfindən qəbul edilir. Belə ölkələr konstitusiya monarxiya dövlətləri hesab olunur. Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bruney və s. kimi ölkələrdə isə mütləq monarxiyadır. Yəni bu ölkələrdə monarxın hakimiyyəti hüdudsuzdur. Yəni monarx bütün məsələlərə müdaxiləsini edə bilir. Dünyanın bəzi ölkələrində isə dini hakimiyyət hökm sürür. Belə ölkələr teokratik monarxiya dövlətləri hesab olunur. Məsələn, Vatikan, Səudiyyə Ərəbistan teokratik monarxiya dövlətləri hesab olunur. Burada isə Osman Əminovun xəritələrindən istifadə olunmuşdu. Avropanın monarxiya dövlətləri Norveç, İsveç, Danimarka. Gəlin bunları qeyd edək burada, belə göstərək. Norveç, İsveç, Danimarka, Niderland, Belçika, Lüksemburq, Liechtenstein, İngiltərə, İspaniya, Andorra, Monako, Vatikan. Bunlar monarxiya dövlətləri hesab olunurlar. Və bu hissəni pozaq. Pozaq bunları. Pozulmadı. Keçək Asiya dövlətlərinin monarxiya ölkələrinə baxaq. Burada Yaponiya, Tayland, Kamboca, Bruney, Malayziya, Nepal, Butan, Bəhreyn, Küveyt, İordaniya, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərini misal göstərmək olar. Afrikada bəs hansı ölkələrdir? Mərakeş, Svazilend və Lesoto və Okeaniyada isə bir ölkə Tonga ölkəsini misal göstərmək olar. Beləliklə də bizim ölkələrin idarə edilməsi formaları mövzumuz sona çatdı. İzlədiyiniz üçün təşəkkür edirəm.